Peyğəmbər zövcələrindən biri nəql edir ki, Şaban ayı idi. Gecənin bir aləmi ayıldım, gördüm Allah Rəsulü yoxdur yanımda. Baxdım ki, deyir, Allah Rəsulü bir küncdə namaz qılır, ibadət edir, alnı səcdədədir, ağlayaraq bu duanı edir ki, Allahümmə lə təkilni ilə nəfsi tarfata ayn. İlahi, bir göz qırpımı belə məni nəfsimin öhdəsinə buraxma. Bir anlıq qəflət mümkündür ki, insanın həlakına səbəb olsun. Ona görə də böyük ariflərdən Seyyid Haşim Həddad deyirdi, 1000 il Allahla olasan, bir an Allahdan qəflətdə olasan, itirdiyin çox böyükdür. Qazandığından da çox böyükdür o itirdiyin. Zikirdən məqsəd budur ki, insan hər zaman özünü Allahın huzurunda hiss eləyə bilsin. Əgər insan bu cür yaşaya bilərsə, özünü Allahın zat-ı müqəddəsin huzurunda hiss eləyə bilərsə, Allahı qəzəbləndirən işlərdən çəkinəcəkdir, günahlardan çəkinəcəkdir. Qəflət günahın mənbəyidir. İmam Cəfər Sadiq əleyhissalam belə buyurdu ki, deyir, günah edəndə əgər düşünsən ki, Allah səni görmür, küfr etmiş olarsan. Və Allahın səni gördüyünü bilərək, bunu bilə-bilə Allahın huzurunda da günah eləyirsənsə, Allah sənə baxan ən aşağı varlıq hesab etmiş olarsan. Qəflət insanı günaha aparır ki, insan gərək hər daim özünü Allahın huzurunda hiss eləyə bilsin və zikirdən də məqsəd budur. Zikir bir əsadır. Mənəviyyat yolçularının əsası da o ilə şeytanı özündən qovub dəf eləyir. Qoymur qəflətə düşsün. Qoymur günahlar ona tərəf gəlsin. Amma bunun bir şərti var ki, gərək qəlb, batini günahlardan təmizlənər. İçimiz də gərək imanlı olsun, içimiz də iman əhlinə münasib olsun. Çölümüz, zahirimiz Peyğəmbərə sünnəsinə bənzədirik. Ki, məsələn, Peyğəmbər buyurub, saqqalı belə saxla, nə bilim, cüməyini, dırnaqlarını bu cür tutkinən, üzük taxkinən, filan etkinən, zahirimizi düzəldirik. İçimizi də düzəltmək lazımdır. İçimiz əgər zahirimiz kimi olmasa, buradakı bu qəbirlərə oxşayacaq. Hamısı qara mərmərlərdən gözəl, qəşəng, amma içində nə var? Sümükdür, skelet içərisində. Ki, içərisini görmək istəmərik. İnsan gərək qəlbini təmizləyə ki, zikrin də faydasını bilə. Qəlbdəki günahlar, qəlbdəki o pis xüsusiyyətlər barəsində böyük əxlaq alimimiz Mövla Muhammed Nəraqi Cami Saadət kitabının müəllifi belə bir bənzətmə aparır. Deyir, zikir əsadır, şeytanı qovmaq üçün əsadır. Amma əgər qəlbində pis xüsusiyyətlər varsa, o ətə bənzər. Şeytan da ac itdir. Nə qədər ki, səndə ət var, ac iti qovsan da sənə hücum eləyəcək, əl çəkməyəcək səndən. Həzrət Yusuf əleyhissalamın qıssəsini hamımız bilirik də. Allah Teala Həzrət Yusuf əleyhissalam üçün buyurur ki, لِنَسْرِفَ سُوءَ عَنْهُ. Biz pisliyi ondan dəf etmək istədik. Demirə, onu pislikdən uzaqlaşdırdıq. Yəni, Yusuf əleyhissalam o qədər bir paklığa gəlib çatıb ki, Allahın müxləs bəndələrindəndir. İnsan belə bir məxluqdur ki, elə bir mənəvi bir seyirdən məqama gəlib çata bilər ki, Allah artıq o insanı özü üçün seçir. Və Allah imkan verməz bir pislik ona geçsin, çatsın. Bütün dünya yığışsın ki, onu ləkəliyə o ləkən atanmazlar. Necə ki, Həzrət Yusuf əleyhissalam o cür qorudu. İnnəhu min ibadinəl muxləsun. O bizim muxləs bəndələrimіздəndir. Zikrin növləri var, mərhələli var. Dedik, zikir təkcə dillə olan zikir deyil. Bir var dillə olan zikir, bir var qəlblə olan zikir. Bəzən dillə olan zikrə İslam ədəbiyyatında zikrun cəliyyun və ya zikrun xəfiyyun, aşkar zikir, gizli zikir deyə də adlandırılıbdır. Zikrin mərhələləri var. Bir mərhələ budur ki, biz bu sözləri deyirik, məqsədimiz qurbətin ilallah, Allaha yaxınlaşmaqdır, amma mənaya diqqət etmirik. Yəni, məsələn, ibadət, namazı yerinə yetirmişik, Allahu Əkbər və ya Subhanallah, Subhanallah. Bu sözləri deyirik, amma mənadan uzaq qəflətdik. Bu zikir insanın ruhunda bir təsir qoya bilməyəcəkdir. İkinci bir mərhələ budur ki, sözləri qurbətin ilallah deyirik və mənaya da diqqət edirik. Ki, o mənadakı o mənəviyyat yükü bizim ruhumuza hopsun. Bu təsir edəcək, amma bu da son mərhələ deyil. Bundan da yüksək mərhələ budur ki, sənin qəlbin birinci Allaha zikr etsin, dil qəlbə tabi olsun. Böyük ariflərdən Şahabadı olur. Şahabadı deyir ki, qəlbivə zikr öyrədərkən uşaqla davrandığın kimi davran. Evdə balaca uşağım var, təzə dünyaya gəlib, hələ danışa bilmir. Sözlər deyir, amma o sözlərdə bir məna yoxdur. Sən ona söz öyrədirsən. 100 dəfələrlə bir sözü ona deyirsən ki, belədir, belədir.
O da görürsən hələ deyə bilmir. Ta bir zaman gəlir ki, dili açılır, başlayır, sən dediksən o təkrar eləyir. Sonra o dediksən sən təkrar eləyirsən və onun dediyi, o şirin ləhcəsi ilə dediyi sözdən sən ləzzət alırsan. Deyir, qəlb də belədir. İnsan bir qəlbinə təlqin eləyə, qəlbinə bu zikirləri öyrədə, bir zaman gələcək ki, qəlb zikir eləyəcəkdir. Dil qəlbə tabi olacaqdır və qəlbin zikrindən insan ləzzət alacaqdır. Bundan da üstün bir mərhələ budur ki, İnsan inqita mərhələsinə çata, bütün bağlılıqlardan qurtulub Allaha bağlanmaqdır. Əmir əl-Möminin Əli ibn Əbi Talib əleyhissalam Münacət-i Şəbaniyyədə bu cür deyir, İlahi, sənə bağlılığın kamilliyini mənə bəxş eylə ginən. Allaha bağlılığın kamilliyi nədir? Sonra Əmir əl-Möminin izah edir. Həzrət buyurur, qəlblərimizin gözlərini işıqlandır sənin zatına baxmaqla. Qəlb müşahidəsi də zahiri gözündən görməkdən getmir söhbət. Hətta qəlbimizin gözləri o nurdan olan hicabları dəlib keçə, o əzəmət mədəninə çata və ruhlarımız sənin qüdsünün izzətindən asılı şəkildə qala. Allahdan savayı heç bir şey də görmür. Bu kamillərin, ən əkməl olanların məqamıdır ki, bunların zikri həqiqi zikirdir. Həzrət Rasulullah buyurur, Tənəmu əyni və lə yənəmu qalbi. Gözüm yatar, amma qəlbim yatmaz. Qəlb də hər zaman, ruh da hər zaman zikirdədir. Hədis-i qüdsüdə Allah Teala buyurur ki, Ənə cəlisu mən zəkərəni. Kim ki məni zikr eləyir, mən onun həmdəmiyəm, onunla həmsöhbətəm. Adam var, məsələn, məscidə girəndə daralır, narahat olur. Çıxım gedim, tez çıxım gedim. Məcbur gəlib də, yəni güya götürüb gəliblər. Ya adam var, məsələn, namaz qılanda deyir, tez bu namazı qılım, qutarım, gedim, dostlarımla oturum, əylənim. İbadətdə vəhşət tapır, narahatlıq tapır, ruhu istirab içində olur. Gedir başqalarının yanında rahatlıq tapır, aramlıq tapır, üns tapır. Halbuki üns Allahla olmalıydı. Allahın yanında üns tapmalısan. Zikir, ünsün, ünsiyyət tapmağın açarıdır. Şüeyb Allahın peyğəmbəridir. Həzrəti Şüeyb əleyhissalam deyir, o qədər ağladı ki, gözləri tutuldu. Allah Şüeybin gözlərinə şəfa verdi, yenidən gördü. Şüeyb yenə ağladı. Yenə Allah şəfa verdi. Üçüncü dəfədə gözləri tutulandan sonra Allah şəfa verdi və Şüeybə vəhy etdi. Ey Şüeyb, əgər cəhənnəm qorxusundan ağlayırsan, cəhənnəmi sənə haram etdim, sən cəhənnəmdə olmayacaqsan. Cənnətə olan şövqdən dolayı ağlayırsan, cənnəti sənin üçün bəxş etdim. Şüeyb dedi ki, ilahi, sənə olan şövqdən dolayı ağlayıram. İbn Fariz, gözəl bir sözü var, ərəb şairlərindəndir, irfan ədəbiyyatında şeir yazanlardandır. Beyti var, mənası budur ki, deyir, aşiq həmişə ağlar. Hicranda ağlayır vüsala çatmaq üçün. Vüsala çatır hicran qorxusundan, yenidən ayrılığın baş verəcəyindən qorxduğu üçün ağlayır. Şüeyb Allaha şövqdən dolayı ağlayır. Allah Teala Həzrəti Şüeybi mükafatlandırır. Bir peyğəmbərini, Musanı göndərir ki, get Şüeybə çobanlıq edindi. Ey Şüeyb, sənin dünyada hələ mükafatın budur ki, mən bir vəlimi, bir peyğəmbərimi göndərirəm, gəlsin, sən peyğəmbərin xidmətində dayansın. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Şiətuna əhlul fəthi və zəfər. Şiələrimiz fəth və zəfər əhlidirlər. Yəni mənəviyyat fəthindən gedir söhbət, mənəvi zəfərdən söhbət gedir ki, nəfsindən qurtulubdur. Biz qalmışıq nəfsimizin əlində giriftar. Biz qalmışıq bəzi günahların əlində giriftar ki, qurtula bilmirik, iradə göstərə bilmirik. Təsəvvüfdə belə bir söz var, deyir, Əs-Sufi İbn Əzmi. Sufidir, əzminin, iradəsinin oğludur. Yəni bu yola baş qoymusansa iradə göstərməlisən. Əmir əl-Mömin əleyhissalam buyurur ki, elə bir şey görmədim ki, ondan öncə, ondan sonra, ondan birgə Allahı görməyim. Qəlb müşahidəsindədir bu insan. Ruhu müşahidədədir hər an. Zikrin dünyavi və axirət təsirləri var. Ki, Allah zikrinə bu qədər dinimiz təkid eləyir ki, müəyyən zikirlər edək. Birincisi budur ki, bizi itaətdə sabit qədəm eləyər. Çünki insan ki, daima Allahın varlığını duya bilir, hiss eləyə bilir, özünü Allahın varlığının huzurunda görə bilir. Bu huzurun bir adabı var, o adabı rəayət eləyir, ilahi əmrləri yerinə yetirir və qadağalardan çəkinir. Ona görə İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, hər kəs həqiqi mənada Allahı zikr edərsə, Allaha müti olar və hər kəs qəflətdə olarsa, asi olar, günah edər. İtaət hidayətin əlamətidir. Günah zəlalətin əlamətidir. Hər ikisinin kökü zikir və qəflətdir. İtaətin deyir kökü zikirdədir, günahın da kökü qəflətdədir. Gəlb deyir, yəni namazı başlayanda Allahu Əkbər. Bizim üçün Allahdan sonra hər şey yox olub getməlidir.
Hələ amma qəlbimdə problemim qalıb, problemim Allahdan da böyükdür mənim üçün, nə bilim, filan var, filanlara bağlılığım var, sevgim var, dövlətə, mala, mülkə və ya nə bilim, xəstəm var, itirərəm birdən onu, zikrimiz qalıb bunda Allahın böyüklüyü, ucalığı, əzəmət, bunlardan qəflətdə qalmışıq. Hədisdə də buyurur ki, əz-zikru ləzzətül muhibbin, zikr sevənlərin ləzzətidir. Allah bir kişilərdən danışır Quranda. Nur surəsi 37-ci ayədə. Əvvəl bir evlərdən danışır ki, bir evlər var ki, o evlər Allah izin verib tikilməsinə və Allahın adının zikr olunmasına, gecə-gündüz Allahın adını zikr edərlər. Kimlər zikr edər? Deyir, ricalun, bir kişilər var, bir insanlar var. Sonra onları vəsf edir, lə tulhihim ticarətun və lə beyun ən zikrillah. Nə alış-veriş, nə ticarət, heç bir mənfəət onları Allahın zikrindən uzaqlaşdıra bilməz, yayındıra bilməz. Quran-ı Kərim necə buyurur? Həzrət Əli əleyhissalam da zöhdü izah edən deyir, bu iki kəlmədədir zöhd. Allahın buyurduğu bu iki kəlmədə. Likey la təəssüf alə mə fətəkum. Əlinizdən itirdiklərinizə təəssüflənməyəsiniz və sizə verilənə də sevinməyəsiniz. Zikir insanda aramlıq yaradır. Biz bu dünyada yaşayırıq, bu dünya bəla, müsibətlər, xəstəliklər, çətinliklər, xüsusilə də müasir dövrümüzdə elm, texnologiya bu qədər inkişaf eləyib, biz təşviş içində yaşayırıq. Xüsusilə də o kəslər ki, Allaha bağlılığı yoxdur, Allaha imanı yoxdur. Təşvişliyik, qorxuduyuq. Mən öləcəm, övladlarıma kim baxacaq? İşi qurmuşam birdən bu işim batar, ticarətim batar, malım, mülküm gedər. Xəstəliklər yayılır, məsələn, koronavirus dönəmində hamı təşviş içində, stres içində, qorxu içində. Dünyanın halı budur. Quran-ı Kərim buyurur ki, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِشَةً ضَنْكَ. Hər kəs mənim zikrimdən üst çevirərsə, onun üçün stresli bir, gərgin, narahat həyat var. Hətta baxma, zahirdə mal, mülk, hər şey var. Yenə onun bir gün gələcək, o narahatlığı anlayacaq ki, mən ölüb gedəcəm, bütün malım, mülküm heç nə fayda əldə edəməyəcəm. Bütün gün şəhvətinin arxasıncadır, amma hər gün itirə gedir. Çünki biyoloji varlığımız məhvə məhkumdur. Əvvəlki ləzzətlər ala bilmir artıq. Nə qədər üstünə maya qoysa da, özün belə düzəltsə də, yenə də axırı nə olacaq? Məhv olub gedəcəkdir. Elə bunun stresi bəs eləyir onun üçün. Allahdan uzaq olan bəndə üçün bu dünyada stresli bir həyat var. Təkcə bu ilə bitmir. Ahirətdə də onun bir cəzası var. Və nəhşuruhu yevməl qiyaməti a'ma. Qiyamət günü biz onu kör olaraq gətirərik məhşərə ağına. Deyəcək, ilahi, niyə məni kör gətirdin? Mən axı görürdüm. Allah buyuracaq, bizim də ayələrimiz gəlirdi sənə. Fənnəsitəha, sən də o ayələri unuttun və kəzəlikəl yevmə tunsa. Bugün də sən unudulacaqsan. Allah ona mərhəmət etməyəcək, rəhmət etməyəcək. Zikirdən uzaq durmaq, insanda bu cür Allahı tanımamaq, Allahı xatırlamamaq, insan daimən stresin içindədir, bu stresdən qurtula bilməyəcək. Bundan qurtuluşun, bu təşviş, bu ağrıdan, acıdan qurtuluşun yolu nədir? Allahı xatırlamaq, Allahı zikr etmək. Bu dünyada bütün bu qovqalar, problemlər, çətinliklər, sıxıntılar nə qədər üzərvə gəlsə də, əgər Allaha inam var, yəqin var, əminlik var, Allahı xatırlaya bilirik, ana bilirik, zikr edə bilirik, bizə heç bir təsir etməyəcəkdir. Heç narahatçılığı baş verməyəcəkdir. Amma yox, bizim Allaha imanımız olmasa, bu əminlik olmasa, bu sıxıntılar, bu çətinliklər bizi həlak eləyər. Bir xəstəlik olaraq həlak eləyər. İntiharlar çox olar. İnsanlar həmişə küskün vəziyyətdə olarlar. Sıxıntılardan qurtulmanın yolu nədir? Allahı zikr etməkdir, Allahı xatırlamaqdır. Fəzkuruni əzkurukum. Allah buyurur, məni xatırlayın, mən də sizi xatırlayım. Həzrət İsa əleyhissalama vəhiy etdi ki, ey İsa, sən öz aşağı həm söhbətlərinin içində məni xatırla, mən səni ə'lada, ən yüksək mələk içində, ən yüksək mələklər aləmində, mələkut aləmində səni xatırlayacamdır. İmam Zeynalabdin əleyhissalamın bir duası var. Həzrət Zeynalabdin əleyhissalam buyurur ki, və əstəğfiruka min kulli ləzzətin biğeyri zikrik. İlahi, sənin zikrindən başqa hər hansı bir ləzzət varsa ondan istiğfar edirəm, səndən bağışlanma diləyirəm. Və Peyğəmbər və Əhl-i Beytin istiğfarı var ha. Bəzən bax bu məsələlərə görə istiğfar eləyir. Yemək yeri ləzzət alırıq, təzə geyim yeri ləzzət alırıq. Normaldır da bu. Bu şəriət bunu haram falan etməyib. Amma gör, Allah zikrinin ləzzətinin nə qədər dadıbsa, deyir ki, ilahi, hər ləzzət ki, sənin zikrindən başqaydı, mən o ləzzəti almışam, ondan istiğfar eləyirəm. Və min kulli rahatin biğeyri unsikə. Və hər üns ki, o rahatlıq ki, mən səndən qeyrisindən rahat olmuşam, o rahatlıqda görə səndən bağışlanma diləyirəm. Və min kulli sururin biğeyri qurbik.
İlahi sənə yaxınlaşmağın o sevinci var ha. Ondan qeyri hər hansı bir şeyə görə sevinmişəmsə, həmin sevincə görə bağışlanma diləyirəm. Və min kulli şuğulin bi qeyri taatik. İlahi sənə itaətdən başqa hər hansı bir iş etmişəmsə, ona görə səndən bağışlanma diləyirəm. Allah Teala bizi zikr edən qullarından qərar versin inşallah.